Bismillahirrahmanirrahim. وَبَشِّرِ الصَّابِرِينَ الَّذِينَ إِذَا أَصَابَتْهُم مُّصِيبَةٌ قَالُوا إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ راجعون أولئك عليهم صلوات من ربهم ورحمة وأولئك هم المهتدون اللعين الرجيم بسم الله الرحمن الرحيم بسم الله الذي هو مدبر الأمور بسم الله الذي خلق النور من النور وأنزل النور على الطور في كتاب مستور بقدر مقدور على نبي محبور الحمد لله الذي هو بالإذ مذكور وبالفخر مشهور وعلى السراء والضراء مشكور وصلى الله على سيدنا وسيد الأنبياء والمرسلين أبي القاسم مصطفى محمد اللهم صل على محمد وآل محمد وعلى آله الطيبين الطاهرين المعصومين لا سيما مولانا بقية الله في الأرضين واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين نحمده ونستعينه رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي صدق الله العلي العظيم اللهم صل على محمد وآل محمد اللهم صل على محمد وآل محمد اللهم صل على محمد وآل محمد Əvvəla başda ağamız, sərvərimiz, zamanın sahibi Hüccət ibn Həsən el-Əskəri ərvahuna ləhul fida ağamıza baş sağlığı diləyirik və əza günü münasibəti ilə, ərbəin günü münasibəti ilə və sonra da siz əzizlərimizə bu məclisdə iştirak edən, hüzuri olan ağsaqqallara və əziz qardaşlarıma və dəyərli ruhani qardaşıma Allah hər iki dünya bizi Əhl-i Beyt əleyhissalamdan ayrı salmasın inşallah. Allah qəlbimizdə olan məhəbbətlərin, məvəddətlərin günü-gündən əfsun və artıq eləsin inşallah. İmam Hüseyin əleyhissalamın adına bu gecələr hər yerdəki məclislər qurulub. Allah bu məclisi də bir riya olaraq bu məclislərdən qərar versin inşallah. Ağamızın nuranı cəmalına salavat zikr edin. Allahümme salli ala Muhammed və ali Muhammed. İnşallah dəyərli alim, ustad Hacı Behişti ağa təşrif gətirəcək. Ondan da bəhrələnərik inşallah. Biz bənd-i həqirdə bir qısa müddət ərzində inşallah ki, möminlərin xidmətində olarıq və çalışarıq möminlərin marağında və möminlərin istəyində olan bir mövzu ətrafında inşallah danışaq.
əza günlərinin sonlarını yaşayırıq. Allah bu əzaları, bu əzadarlıqları bizlərə axırıncı səfər məhərrəm qərar verməsin inşallah. Çünki insan doymur, nə qədər də əzadar olsa, nə qədər də ağlasa, vallahi 2 ay çox azdır. Həm insanlara İmam Hüseyin həqiqətini çatdırmağa azdır, həm də bir kənara çəkilib əzadar olmaq üçün də yenə də azdır ki, insan bəziləri buna çox baxır. O üzdən-iraqlar 2 ay gözlərinə bəlkə dağ görsənir ki, 2 ay məsələn eyş-işrətdən uzaq falan, bəsməkan, amma aşiq üçün 2 ay çox azdır. Nə qədər istəyərik olsun, 12 ayın hamısı istəyərik ki, əzadarlıq olsun, amma təbii ki, buna imkan verməzlər və qoymazlar. Amma Allah şahiddir ki, bizim qəlbimizdən o keçir və o istəyimiz də var. Əgər olsa da, biz hazırıq İmam Hüseyin əleyhissalama əzadar olaq. Əbu Abdillah Hüseynin çoxlu dərsləri var. Gecələr möminlər dərslərdən aşina olublar, xəbərdar olublar. Ustadlar, ruhanilər bu mənbərlərdə danışıblar və siz də huzurunuz olub o məclislərdə iştirak eləmişsiniz. İmam Hüseyin əleyhissalamın vücuduna insan neçə nöqteyi nəzərdən baxa bilər və baxmalıdır. Əvvəli bu ki, imam idi, rəhbər idi, Kərbəlada idi. İkincisi bu ki, imamət vəzifəsi ilə yanaşı Həzrət ilahi cəmalın, ilahi kəmalın yeryüzündə təcəllisi idi. Üçüncü bu idi ki, Həzrət Xatəmül Ənbiyanın bir parası idi, bir hissəsi idi Kərbəlada. Neçə baxışı var, mən 4-cüyə saldım, ola bilər bir neçəsi Allah bunu axırda da qeyd eləmiyorlar. Bir də İmam Hüseyin sırat-əl müstəqim idi. İmam Hüseyin əleyhissalam düzgün yol idi o zamanda insanlar üçün. Yəni, imamla vuruşmurdular, Peyğəmbər nəvəsi ilə təkcə vuruşmurdular, həm də düz yolla vuruşurdular, həqiqətlə vuruşurdular Kərbəlada. Biz ki, namazımızda gündə 10 dəfə deyirik, İhdinəs sırat-əl müstəqim. Allah bizi sırat-əl müstəqimi və hidayət elə. Quran ona neçə məna verib? Əvvəla bu ki, biz niyə istəyirik? Bir halda bilirik ki, İmam Zaman Əccəlallahu Teala Fərəcəhu Şərifdə namaz qılanda bu ayəni oxuyur, surəni oxuyur, Peyğəmbərimiz bu surəni oxuyub, da gündə 10 dəfə istəyib. İhdinəs sırat-əl müstəqimin mənası budur. Allah, mən düz yolda döyürəm, məni düz yola sal. İmam Sadiq əleyhissalam buyurdu, bəzən bu mənanı qəsd eləyər onu oxuyan. İlahi ədim lənə tövfiqə kəlləzi ətəəna fi mazi əyyamına. Allah keçən günlərdə bizə lütf elədi gün. Bu doğru yolu hətta nutikə kəzalikə fi müstəqbəli ə'marina. Gələcək günlərimizdə də davamiyyət tapmasın bizə nəsib elə. Yəni, İhdinəs sırat-əl müstəqimin mənası budur, biz düz yolu tapmamışıq, hələ düz yol axtarırıq. Biz düz yol tapmışıq. Mənası budur ki, ilahi, bizə bu düz yolda sabit qədəmlik ver. Qaçmayaq. Məgər qaçmaq olar? Görür ki, bəli, qaçmaq olur. Nə qədərləri qaçıb? Nə qədərlər başladılar İhdinəs sırat-əl müstəqimdən, sonra aralı düşdülər, ziyana düşdülər, ziyana uğradılar. Əldən verdilər bu yolu. Bəs İhdinəs sırat-əl müstəqimin insan tövfiqin istəyir Allahdan. Hədisdə var, başladığın işi axıra çatdırmaq, yeni bir işi başlamaqdan əfsəldir. İnsan və xəyalda olmayan, məsələn, mən düz yolda döyürəm, o yolu axtarıram. Xeyr, əlhəmdülillah, biz düz yoldayıq, sırat-əl müstəqimdəyik. Bir cəhəti də budur ki, biz Allahdan istəyirik üçün bizlə qarşı cəbhədə dayanan bizi bu yolda gözləyir. Bizlə bu yolda vuruşur. O da şeytandır. Şeytan Allahla müxatab olub danışanda
Allah Quranda buyurur, şeytan dedi, لَأَقْعُدَنَّ لَهُمْ صِرَاطَكَ الْمُسْتَقِيمِ Mən başqa yolda əyləşməyəcəm. Mən sənə gələn düz yolun başında əyləşəcəyəm. Onları oradan azdıracağım. Şeytan dinlə, namazla, orucla insana vəsvəsə eləyir. Bu cəbhədən insana yaxınlaşır. Əgər biri dindən çıxsa, şeytanın onunla nə işi? Şeytan heç onun sorağına getməz. Niyə? Çünki şeytanın yolu buradandır. Allah Quranı neçə yerdə buyurur, şeytanı özünüzə düşman qərar verməyənə qədər məğlubsuz. Şeytanla vuruş taktikasında budur ki, əvvəl gərək onu sən də düşman qərar verəsən, ondan sonra başlayasan mübarizəyə. Əxlaq ustadlarından biri buyurur, deyir, şeytan babamız Adəmlə Həvvaya dedi, sizə yaxçılıq eləmək istəyirəm, o qədər ziyan vurdu onları. Onlar üçün müvəqqəti qərar tapmış, behişdən qovdurdu. Elə yaxşılıq niyyət eləyib yaxınlaşmışdı bu cinayətə törətdi. Və bi izzətikə ləğviyyənnəhum əcməin. And içib biz üçün. And olsun Allah izzəti və onların hamısını azdıracaq. Allah Quranda sırat-əl müstəqimin nəsə mənada izah eləyir. Biri Yasin surəsinin 61-ci ayəsindədir. Allah buyurur, və ən-i'buduni haza sıratun müstəqim. Mənə bəndə olun, düz yol, sırat-əl müstəqim budur. Bir mənası bəndəlikdir. Sırat-əl müstəqimin bir mənası bəndəlikdir, ibadətdir. Allaha insan neçə cür bəndə ola bilir? Əleyhissalam buyurur, 3 cür. Bir dəstə Allaha cəhənnəmə getməsin deyə pərəstiş eləyir, ibadət eləyir. Cəhənnəminin qorxusundan ibadət eləyir. Bir dəstə Allaha behişdə getsin deyə ibadət eləyir. Bir dəstə də Allahı Allah ibadətə layiq bilib ibadət eləyir. Həzrət Əli əleyhissalam buyurur, bu 3-cü dəstə daha mənfəətli dəstədir. Və mən də onlardan. Vəcədtu ləhu əhlən lil ibadət. Mən Allahı ibadətə əhli gördüm. İbadətə layiq gördüm, ibadət elədim. Ola bilər insan behişdə görür, ibadət eləsin. Qəbuldur, məqbuldur, Allah bir söz demir. Amma dəyərsizdir. Həzrət Əli buyurur, bu tacirlərin ibadətidir. Gedər ticarət eləyər, nəyə xatir? Bir tacir görmüşsünüz ki, indiyə qədər, düşün, mən ticarət eləyirəm, buna xatir ki, mən ziyan eləyim. Ya mən gedim, malı 5 manata alım, aparım bazarda 3 manata satım. Elə tacirə nə deyərlər? Ümumiyyətlə, tacirlik olmaz o. Əvvəla o iş ki, tacirlikdir, bunu sidq eləmir. İkincisi də bu adam 2 dəfə o işi görər, 3 dəfə o işi görər. Bir adam qorxa cəhənnəmə getməkdən ibadət eləyir. Həzrət Əli deyir, bu da qorxaqların işidir. Qullar o vaxtı xidmətində dururdu ağaların, buna xatır ki, çubuq yeməyə, şillə yeməyə. Yəttəxizunə min dunillahi əndadən. Allahdan başqasının özlərinə əndad, büt, rəhbər, ibadət eləyən məbud qərar veriblər bir dəstəsi. Bəs onu o cür tərcümə eləsək, bizə irad eləyərlər. Elə iradları da yerindədir. Allahdan başqa məbud yoxdur, ibadətə layiqli yoxdur. Onlar da ona ibadət edirlər bütlərə, məsələn, niyə? Deyirlər, biz istəyirik bunlara ibadət edirik, bizi Allaha yaxınlaşdırsın. Ya başqa ayda buyurur, Peyğəmbər onlardan soruşsun, yeri göyü kim yaradıb? Deyərlər, vahid olan, qəhhar olan Allah. Bəs bütü də bunlar qərar verəndə, əsl Allahı yaddan çıxarmır. Amma işin özü küfisi idi. Allah dedi, xeyr, bunlar sərf eləyirlər. Bunlar səhv eləyirlər. Düzdür, məni də qəbul eləyirlər. Amma bölümdə başqa Allahlar da qəbul eləyirlər. Bunlardan bu ibadəti, bu pərəstişi, bu bəndəliyi qəbul eləmirəm. Ən gözəl bəndəlik odur ki, insan Allahı ibadətə, məbudluğa layiq belə ibadət eləyər. İbadət, itaət, bəndəliyin rəmzidir, əsasıdır. İbadət, itaət namazla, orucla təkcə kifayətlənmir. Bəzən görsən insan dar düşüncəli eləyir və ibadət, itaəti təkcə namazla kifayətlənir. Məsələn, bir adam çəkiləməçidir, elə səhər axşam namaz qıla. Onun dinə faydası yoxdur. Nə özünə faydası var, nə dininə faydası var. Bəyənmir onu Allah. O namazı ondan istəmir. İmam Səccad əleyhissalam buyurdu, Mən amilə bima iftərəzəllah fəhvə min əbədin nas.
Hər kim boynuna bugün düşən vəzifəni icrasındadır, o vəzifəni icra eləyirsə, o insanların ən bəndəsidir. Allaha ən bəndə o şəxsdir ki, boynuna düşən vəzifəsini icra eləyir, ibadətdə, bəndəlikdə. Ya başqa bir hədisdə var, İmam buyurur, Allaha ən gözəl ibadət olunan şey şəhvət və bətinlə olunan ibadətdir. Namaz qılmağa nə? Allah qəbul eləsin, ha? Kiçiltmirik, əstağfurullah. Amma onunla cılızdaşdırmayan insan məbuduna xidməti. Ondan böyük vəzifələr var insanın qabağında. Bəzən ola bilər, o namaz ki, sən qılırsan azanda, onu təxirə salasan. Bir şəri vəzifəyə görə. Bəs oradan bildirir sənə ki, təkcə bəndəlik bu ərkandan tamamlanmır. Muaviyə Əbul Əsvəd Duəlinin evinə bir qabda bal yollamışdı. O kişilərin bir dəstəsin pulla, bir dəstəsin qorxu ilə, bir dəstəsin də dalla. Balla istəyir bunları ələ ala, bunlara hakimlik eləyə. Söz kar eləmir də, bu bilir Muaviyyənin ağzından çıxan hər sözün arxasında bir dənə hiylə var. Gəldi, evdə də heç nə yox. Əbul Əsvəd Duəli kimilər çox idilər, Həzrət Əli aşiqləri idilər bunlar. Təbii ki, zaman bunları sıxmışdı, şərait, hakimiyyət bunları sıxmışdı. Ta bunları, belə deyək də, son ana qədər əllərin Həzrət Əlinin ətəyindən üzə. Amma müvəffəq olmadılar. Əbul Əsvəd Duəli girdi, gördü qızı elə iştahla bu balı yiyir, barmağını batırır, yiyir, barmağını batırır, yiyir. Nə deyə ata o vəziyyətdə? Bir ev ki, quru çörəyə həsrətdir bir dəqiqə. Gələ görə süfrənin üstündə bal, qız da nuş canlıqla mı yiyir? Çün tərbiyəsini əvvəldən vermişdi, deməyə də çətinlici yox idi. Ataya onda çətindir ki, bir şey deməyib evin ortasında əlidən, fəzilətindən, imamətindən. Onda gəlib o balı oradan ala bilməz. Amma ki, tanıtdırıb bələyindən, qundaq olan vaxtından deyib əli kimdir. Südün verəndən bildirib ona əli kimdir. Gəldi, dedi, qızım, bilirsən o balı kim yollayıb? Ata kim? Dedi, Muaviyə. 7 yaşı var idi qızım. Dedi, Muaviyə yollayıb. İstəyir bu yolla bizi əlidən ayıra. Üzr istəyirəm. Deyir, qız barmağını saldı, barmaq ki, balı yirdi, saldı boğazının yoluna, o balı qaytardı. Dedi, ata, mən qoymaram bu tikə, gedə ətimə, canıma, qanıma, sabah bizi vilayətdən ayıra. Mən razı deyirəm bu cürünə əlidən əl çəkək. Acıq-acıq, toxuq-toxuq. Quru çörəyi var, əlhəmdülillah. Vilayət var, bəsimizdir. Əbadun nas bunlar idilər. Vaxtında qılırdılar namazlarını. Amma vəzifəsini tanıyırdı. Çünki bilirdi bu işin axırı nədir? Vəzifə tanımaq odur. Vəzifə deyir ki, bir nəfər sənə göstəriş verir, get bunu elə, ondan sonra eləyəsən. İnsan bəzən, axır zamanda vəzifələr məlumdur da bir dəstəyə. Ola bilər bir dəstəyə məlum olmasın vəzifə. Çünki bir dəstə çaşqınlıq içindədir, bilmirik. Avamlıqdan digər zülmən, fəsadın artmağına biz də kömək eləyək. Niyə? İmam tez gəlsin. Məntiqlə batil bir şeydir. İmam hidayətçidirsə, sən hidayət üçün zəminə yaratmalısan, nəinki küfür üçün. Sən Firona kömək eləyirsən. Buna xatır ki, zülm artsın, Peyğəmbər deyən o kasa dolsun, ta imam gəlsin. Bu səhv əqidədir. Sən də qatqı, xidmət eləginlə hidayətdə. Bu zülm onsuz da artır da. Sən zülmü artıranlardan olma. Bir də istədi ki, yox, əl-ağzı billah, lənət oxuyur mənbərdə danışanlara bizə. Ki, cəmaatı niyə hidayət edirsiniz? Niyə cəmaatı haqqa deyirsiniz? Deməyin, qoy yadlarından çıxsın. Niyə ictihada çatırsan deyirsən müştehid? Çatma. Fiqhin qapısını bağla. Qoy cəmaat avara qalsın, şəri hökümlərin halalı haramı qaçsın. Kim kiminlə evlənir, evlənsin. Bu düşüncədən yanaşır. Niyə? Çünki vəzifəsini bilmir. Eşidib imam gələr, yaxın küfür olacaq, zülm olacaq. Daha bilməyib onda müminin vəzifəsinə olacaq. Onu bilməyib bədbaxt. Niyə bilməyib? Çünki Əhl-i Beytin marifindən bixəbər. Qeyri-mümkün Əhl-i Beyt
bu əsr üçün bir söz deməyə. Otur İmam Sadiq əleyhissalamın bir dəstə hədisi var, axır zaman şiələrinin formalaşmasında. Həzrət Əbu Bəsir dedi, yaz. Yaz deyirəm sən axır zamanda. Dedi, çatsam o dövrə neyniyim, dedi, otur. Əvvəl başladı Həzrət möminlərin fəzilətindən, axır zamanda onu gözləyənlərin imanının möhkəmliyindən, sonra vəzifələrindən. Tab babası da demişdi, Əli əleyhissalam da buyurmuşdu o vəzifələri insanlar üçün. İndi qəsdim yoxdur onları sayma. İndi bu yandan bax ki, bir dəstədə yolun gözləyir, bu dəstədə yolun gözləyir. Bu dəstə nə cür gözləyir, bu dəstə nə cür gözləyir. Hər ikisi kulli vəlikəli oxuyur. Biri küfrü kömək eləyir, artısını oxuyur, biri küfrün qabağında dayanır. Allah bu küfrün müqabilində dayanıb haqq söz deyənləri inşallah müdafiə eləyəcək. Belə deyir onlar buraxa. Allah deyir, görürsən bəzən zalim tuğyan eləyir. Mənim mömin bəndəm narahat olmaya. Deməyə Allah və la təhsəbənnəllaha qafilən əmma yazlimun. Zülm eləyənlərin zülmündən Allahı qafil sayma. Allah onlara gözlərin bərələcəyi günə qədər möhlət verib. İstəyir əzabın onlara biraz da şiddətli eləsin, vaxt vədə verib onlara. Nə qədər bilirsiniz, zülm eləyir. Keçən dəfələrdə oxuduq bu məsciddə, yadımdadır hədis. Allah bir, əgər mömin bəndəmin acığına getməsəydi, zalimin başına qızıldan tac qoyardı. O qədər verərdim ona. Amma bilirəm, bəzən mömin əzilir, baxır, narahat olur. Ürəyi sınır deyə onu eləmirəm. Biraz möminə də verirəm. Amma Allah deyir, and olsun izzətimə, dünyavızın bir zərrədə qiyməti yoxdur gözümdəki. Onu sizə layiq bilmirəm, vermirəm. Bəzən mömin dünyadakı məhrumiyyətləri sıxır, özünü sıxır ki, niyə mənə Allah deyir, bunu eləmə? Niyə filan şey deyir eləmə? Niyə filan şey deyir eləmə? Dünyadakı məhrumiyyətlər Allahın səndən məndən müxalifliyi deyil. Dünyadakı məhrumiyyətin bir dənə cavabı var. Dünyada olan nemətlərin ləyaqəti yoxdur möminə olan, mömin üçün olan. Bu baxımdır. Allah deyir, mən bunu rəva bilmirəm sənə verim bir mükafat ki. Çünki fanidir, çünki bəqası yoxdur, ona görə də qiyməti yoxdur. Allah deyir, sənin vücudun o qədər qiymətlidir ki, sənə əbədiyyət hədiyyəsini vermək istəyirəm. Əbədi olan neymətləri sənə vermək istəyirəm. Vəzifəsini icra eləmək, bax, insanı getirər, bu yerlərə çıxardır. İnsanı ucaldar. O qədər deyir ucallar insan, başı ərşə dəyənə qədər. Mənəvi ucalıqda Allah o həddə tapşırır. Deyir, o qədər ucalarsan, başın ərşə dəyər. Və ən-i'buduni haza sıratun müstəqim. Allah bir sırat-əl müstəqimin bir mənası da budur ki, insanın Allaha bəndə olmağı. Bəndə olmağı da dedik necədir? 100%. Hədisdə var, Allahın huzurunda mömin kəs kəl-məyyiti beynə yədəyil qəssal. Qüsulxanada meyyid qüsuluna qüsul verən şəxsin əlinin altında meyyidin dayandığı kimi Allahın mömin bəndəsi gireyim, mən Allahın huzurunda ocur deyəm. Meyyidi necə yuyurlar? Qoydu, Bismillah, başın yudi. Bunu döndərək sağa, kürəyin də yuva. Heç görmüşsünüz, meyyid deyə ki, mən dönmürəm, mən sola dönürəm. Görmüsən desin ki, gəl soldan başla, sağdan başlama. Deyir, nə cür onun dili yoxdur? Var, yuyulur, qüsulu verilir. Amma dili nitqi yoxdur bir söz deyə. Tabi edir, acığı da gəlsin. Məsələn, bir nəfər ki, lap, üzr istəyəm, zəhləsi gedib onu görəndə. Ona da yuduttursan onu da bir söz deyə bilmir. Öyle qalıb əlinin altında. Sağa dön, sağla. Bəlkə desəydi onu bu küçədən girmə, o bir küçədən gir, acığına buradan girərdi. Amma əlinin altındadır. Meyyiddir deyə bir söz deyə bilir. Deyir, mümin o hala çatmalıdır Allahın huzurunda. Beynə yədəyillah. Allahın huzurunda meyyidin qüsul verənin əlinin altında olduğu kimi olmalıdır. İbadətin bu həddidir. İmam Hüseyin əleyhissalam Kərbəlada bu dərsi deyirdi. Bəndəlik dərsini deyirdi. İnsanlığa başa salırdı ki, Allaha nə həddə bəndə olmaq lazımdır. Yəni, İmam Hüseyin əleyhissalam istəyirdi insanlara çatdırır ki, həyatında olan vəsilələr, vasitələr, nemətlər
Allahın, sənin Allah qarşısında vəzifə və maneçilik törədə bilməz, törətməməlidir. Övladdır, maldır, candır, ailədir, sənə tapşırılanlardır, xidməti elədiklərindir, onda diyandır. Hər şey getirmişdir də Kərbəlayı, bunların hamısını gözəl bilirsiniz. Hər şey getirmişdir. Peyğəmbər şəbahətli Ələkbər də getirmişdi, 6 aylıq da getirmişdi. Qız da getirmişdi, bacı da getirmişdi, qardaş da getirmişdi, özdə nələr getirmişdi. Hər biri nümunə idi. Hər biri nümunə, ülgü getirmişdi. Var adi bir insan getirəydi, yox. Hər biri nümunə idi, ülgü idi. Hərəsi bir incəlikdə idi. İmam Hüseyin əleyhissalam dedi, mən bəndəlik dərsi edirəm. İnsanlar hazır olmalıdır. Əbd Mövlasının huzurunda hər şeyindən keçməyəcək. Məbudla bəndənin arasındakı rabitəni İmam Hüseyin həyata icra elədi. Da sözlə yox, əmələn icra elədi. İhdina sıratəl müstəqim deyəndə biz o mərhələni istəyirik Allahdan. İnşallah əta eləyə bizə. Allah bəndəlici bizə əta elə. Sənə bəndə olaq. İmam Hüseyin kimi sənə bəndə olaq. Sabah bir şeyi bəhanə getirməyim dinin müqabilində. Bugün müştehidin fətvasının müqabilində bəhanə getirən, vallah sabah İmam Zaman hökmünün də müqabilində bəhanə getirəcək. And olsun Allah. Bugün müştehidin fiqhində, məsələn, xums məsələsi var, bilirsiniz. Bir də sizə ağız tərpədir, dodaq büzür. Mənim pulum niyə getsin, çıxsın məsələn İrana? İranda niyə xərcdirlər mənim pulum? Özüm xərclərəm də. Abalan, bunlar İmam Zamanın elə ümumi naibləridir. Fiqhi də bunu deyir, hökm də bunu deyir, hədis də bunu deyir. Aləm bunu isbat eləyir. Nəyə gözləyirsən, deyir, yox, mən vermirəm. Bax, İmam Zamanın müqabilində də bu sözü deyəcək. Şək gələməyin, deyəsiz birdən o gəlsə İmam Zaman ondan istəsə verər. Verməyəcək ona da. Deyəcək, sən ərəbsən. Mən Azərbaycanlıyam, sən ərəbsən. Öyle burada xərclərəm də. Ərəbə, Farsa niyə verirəm deyən, sabah deyəcək, ərəbə niyə verirəm? O qədər bəhanə gətirəcək. Amma biz Allahdan o cür bəndəlik istəmirik. Deyir, Allah bizə o bəndəliyi ver. İhdinə sıratəl müstəqimin ki, birinci mənası bəndəlikdir. Allah o bəndəliyi ver ki, sənin müqabilində 100% təslim olaq. İkinci mənası İhdinə sıratəl müstəqimin ki, bunu deyim, tamam eləyəcəm. Əhl-i Beyt əleyhissalamdır. Əli əleyhissalam buyurdu, ənə sıratul müstəqim. Düz yol mənəm. Bayaq ki, başlayanda dedim, İmam Hüseyin əleyhissalama neçə cəhətdən baxıb, şəbahət verib, Kərbəlada canlandırmaq olar. Biri də sırat-əl müstəqim idi. Dedik, İmam Hüseyin düz yolu idi. Əhl-i Beytin hamısı sırat-əl müstəqimdir. Biz ki, deyirik, ilahi ihdinə sırat-əl müstəqim, Əhl-i Beyt əleyhissalamı sevirik, tanıyırıq, qəbul eləmişik vilayətlərin. Yəni, ilahi, bu vilayətdə qalmağın sabitligin bizə nəsib elə. Onu istəyirik Allahdan. Onu istəyirik Allahdan. Əmmar kimi olmağı istəyirik Allahdan. Əbazər kimi olmağı istəyirik Allahdan. Hər ləhzə imtihana düşdülər, amma Əhl-i Beytin ətəyindən əl götürmədilər. Dilinə getirdi, ilahi, həlimin zürriyyəti, əhl-əyalımdan da, zürriyimdən olacaq, Allah, la yenalı, əhdiz zalimi. Zalimə yetişməyəcək. Bu yandan Loğman deyir, innə şirkə lə zulmün əzim. Allaha bir saat da bəlkə çoxdur. Bir dəqiqə insan müşrik olsa, zalimdir. Zalimin la yəhdi ələ zalim, Allah deyir, imamət əhdimdir, mənim təyin elədiyim məqamdır, verdiyim məqamdır, zalimə yetişməz. Yaxşı, bunlar bütpərəstlər, lata, uzzaya and içənlər, necə oldu gəldi insanlara imam oldular? Necə oldu gəldilər imamın müqabilində durdular? İnsanlara imamlıq dərsin dedilər. Baxın, sırat-əl müstəqim, İmam Hüseyin əleyhissalam sırat-əl müstəqimin bir nümunəsi idi Kərbəlada və əlhəmdülillah, Allah bizə Hüseyni bəsirət inayət eləsin ki, biz haqqı batildən ayrı eləyə bilək. Bu da böyük bir lütfdir, mərhəmətdir. Kim bu bəsirətə sahib olsa, vallahi yəqin belə ki, azmayacaq. Bəzən iki göz ehtiyac yoxdur. O qədər insanlar vardı, gözün əldən vermişdi, İmam Hüseyni əldən verməmişdi. Onlardan biri də Cabir ibn Abdullah Ənsari idi. Allah
rəhmət eləsin ona, deyir, Ərbəyində Cabir gəldi Ərbəyində İmam Hüseyin əleyhissalamın ziyarətinə. Ətiyyə xidmətçisi getirdi Cabiri. Çatanda qəbirdən bir neçə addım aralı, dedi, Ətiyyə, əllərimi burax. Həbibimin ətrini hiss eləyirəm. Cabir deyir, düşdü yerə, uşaq kimi iməkliyə gəldi, saldı özünü İmam Hüseynin qəbrinə. Qucaqladı qəbri, ətrin aldı, o qədər ağladı. Dedi, səni ətrindən tanıdım Hüseyin. Bax, imamın yanında gözü də yox idi. Amma nə qədər gözdilər, baxdılar imama, imamı şəhid eləyəndə. Həlimin Nasiri Yənsurunu deyəndə nə qədər qulaqlılar vardı, eşidirdilər. Abdullah ibn Əfifə idi, səhv bilmirəmsə, İbn Ziyadın sarayında kör idi. Bir gözünün siffeyində, ya hər iki gözün siffeyində, ya Cəməldə vermişdi, Əleyhisselamla bir yanda olanda. İbn Ziyad məlun mənbərdə danışdı Bəni Üməyyənin fəzilətlərindən, olmayan fəzilətlərindən. Bu dözmədi, qeyrəti cuşa gəldi, dedi, vay olsun sənə, vay olsun o təriflədiklər və. Ay məlun, axı onların heç birində bu ləyaqət olmayıb. O sadaladığım bütün vəzifələr və əhl-i beytindir. Bunların malını ona satırsan, bunların məqamı ilə, bunların şəxsiyyəti ilə onları ölçürsən, əvəz olunmazdı, müqayisə olunmazdı, hökm elədi ki, öldürün onu, başın kesin. Amma nə qədər gözlü, qulaqlı insanlar vardı, oturub qulaq asırlar, baxırlar. Ki, görək məclisin axırı nə olacaq? Görək məclisin axırı nə olacaq? Büsəranı da getirdilər, gəldilər. Yezid təhəmmül eləmədi bunların qalmağına. Çünki hər gün bunların Şamda qalmağı Yezidin taxtını silkəliyirdi. Dedi, qaytarın bunları Mədinətün Nəbiyyə. Gəldilər, karvana başçı seçdilər, Bəşiri. Karvan hərəkət elədi, gəldi, bir yol ayrıcına, bir yol gedir Mədinəyə, bir yol gedir Kərbəlaya. İmam Səccad əleyhissalamdan soruşdu, ağa, gedək, Kərbəlaya istəyirsiniz, aparın. Xanım Zeynəb dedi, bəli, mən Hüseynimi ağlamamışam, Hüseynimi əza saxlamamışam. Gəldilər Kərbəlaya. Məhərrəmin 11-ci günü çıxmışdılar. Necə çıxmışdılar, bilirsiniz. Özdə hardan aparmışdılar əsirləri, onu da bilirsiniz. Şəhidlərin yanından keçdilər. Dedilər, qoy görsün, analar, evladların görüb ürəkləri bir də dağ olsun. Gəldilər, çatdılar ölçülə, bədənlər dəfn olub. Xanım Zeynəb də İmam Hüseynin gəldi qəbrinin yanına, saldı özünü İmam Hüseynin qəbrinə, ağladı. Xanım Zeynəb Roza dedi, ətrafdakılara 3 gün qaldılar orada. 3 gündən sonra 4-cü gün ayrıldılar oradan. Məqtəli Əbi Mixnəf ki, əvvəl məqtəllərdən o yazır. 3 gündən sonra ayrıldılar. İndi karvan başçısı ki, Bəşirdir, Mədinəyə girir, gəlir Mədinəlilərə göz aydınlığı verə ki, Əhl-i Beyt qayıdır. Bəşirdir, girdi Mədinəyə, ay Mədinəlilər, Peyğəmbər Əhl-i Beyti gəlir. Deyir, bir xanım gəldi Bəşirin qabağına, dedi, Bəşir, Hüseynə nə olub? Biz yola salanda bu karvanı Hüseynlə yola salmışdıq. Dedim, xanım, Allah səbir versin sizə, Hüseyni şəhid ediblər. Karvan Hüseynsiz gəlir. Deyir, gördüm, əllərim vurdu başına, başladı ağlamağa. Dedim, bu xanım kimdir belə gəldi, Hüseyni soruşdu. Dedilər, Əbəlfəzlin anasıdır, Ümmülbənindir. Ümmülbənindir. Ümmülbənindir deyəndə Bəşir bilirdi, Əbəlfəzlə Bahəm 3 qardaşı da Kərbəlada İmam Hüseynin yanında şəhid olub. Dedi, xanım, heç Fəzlüyü, Əbəlfəzlüyü soruşmadın. Bəşir, mən Hüseynsiz Fəzli neynirəm? Hüseynsiz Fəzli neynirəm? Mən onları 4-ündə Hüseynə qurban demişdim. Əgər Hüseyn gəlməyibsə, mənim onların gəlməyi mən üçün heç nə deyişmir. Əsəlükə Allahümmə və nəd'uk bismikəl-azimil-əzəm
الأعز الأجل الأكرم وبالحسين مظلوم يا الله 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 Ya Allah, ya Allah, ya Allah, ya Allah. Xudaya dərgahıva uzanan bu əlləri sinəmizə ümid qaytarma. Allah bu əzadarlığı, bu məclisi bizlərdən ali şəkildə qəbul elə. Xudaya dünya və axirət bizi Əhl-i Beyt əleyhimussalamdan ayrı salma. İlahi pərverdigarı aləm bizdən və bizdən sonra gələn bə'd nəslimizdən Əli və xanedan Əliyə düşman qərar vermə. İlahi pərverdigarı aləm dinin düşmanların, Əhl-i Beytin düşmanların, ölkəmizin düşmanların, məxsusən Vəhabiləri, Siyonistləri, zəlili məhv-i nabudu xar elə. İlahi müsəlmanların vəhdətin, birliyin günü gündən artıq elə. İlahi pərverdigarı aləm qardaşlarımız İmam Hüseyin məclisinə qədəm qoyub, məhəbbəti İmam Hüseyndə, məvəddət İmam Hüseyndə qədəmlərimizi sabit qədəm elə. İlahi pərverdigarı aləm and verir, izzəti və cəlalı və hacəti olanlar var, istəyi olanlar var. Məxsusən bu cəmdə iştirak edənlərin hacətlərin bəravurda bir xeyr elə. İlahi pərverdigarı aləm xəstələr var, məxsusən nəzərdə olan xəstələr, yataq xəstələri, əli hər yerdən üzülən, Əbəl-Fəzlin qapısına gözün dikən xəstələrə, Babəl həvaicəli ilə şifai acil inayət elə. İlahi pərverdigarı aləm, övladı olmayan bacı qardaşlarımız var, Əhl-i Beyt xatirinə, onlara salih, Əhl-i Beyt sevər övladlar inayət elə. İlahi pərverdigarı aləm, and verir izzət və cəlalı və and verir sən İmam Hüseyin əleyhissalamın məqamı mənzilətinə. Ağamız İmam-ı Zamanı salamat eləyib, vücudun bir bəla elə. İlahi bizləri o Həzrətin yar və ənsarından, xidmətçilərindən və nökərlərindən qərar ver. İlahi pərverdigarı aləm, and verir izzət və cəlalı və and verir zamanın sahibinin ehtiramına. Ağamızın zühurun günü gündən tə'cil elə. Nəbiyyinən və alih və bil-fatihəti məəs-salavat.